öyrənməyiz. Nə deyir burada? Bu dəfə deyir ki, bu nöqtədə çəkilən toxunan bucaq əmsalı 2/5 olarsa. Bayaqkın Gəlin bayaqkı ilə yazaq. Bu dəfə x müsbətdir. Və 5/2 deyirsə, onda o neynir? Arta gedir. Yəni həmin o toxunanın tənliyi 2/5x plus hər hansı bir nədir? S-dir. Əslində başqa cür yolla da yazmaq olar. Düz xəttə aid elə bil ki, nöqtədən düz xəttə qədər məsafə anlayışı da var. Fikir verin, bunların kvadratları cəmi elə nəyi verir? 29-u verir. Bilməm, siz bilirsiniz, bilmirsiniz, amma mənim yəqin dərslərimi izləyəndə öyrənibsiniz. Bir x0, y0 nöqtəsindən bir ax plus bx, y plus s bərabərdir 0 düz xəttinə qədər olan məsafə belə tapılırdı. Həmin nöqtəni qoyurdunuz yerinə, bölürdünüz kök altında a kvadrat üstər b kvadratına. Buna deyirdilər A nöqtəsindən verilən düz xəttə qədər olan məsafə. Bunu bununla da düşünmək olar. Oradan seni taparsın. Özdə koordinat başlanğıcında mən elə bil 2 sonla sizə deyəcəm. Bu qoy qalsın bir yerdə. Üsullar öyrənirsiniz. İndi bizə nə deyir? Deyir ki, x müsbətdir. A plus B cəmini tapın. Deməli, bu arta gedir. Onda arta gedirsə, x müsbətdir də deyir. Deməli, arta gedirsə, bunun toxunan nətər ola bilər ki? Ya buradan olar, ya da buradan olar da. Elə deyilmi? X müsbət olduğuna görə aşağıdan olacaq. Anladıq? Evet. Və bu nöqtədə tutaq ki, yenə. Bu nöqtədə toxunur. Bəs yaxşı toxunanda buradan bura nə idi? Eridir axı. Bax, mən də deyirəm ki, həm bu məsafə ilə yazacağıq, həm də indi ümumi bayaqki qayda ilə yazacağıq. Bax, bura alfa idi. Burada onda nə idi alfa idi? Burada nədir? 90 dərəcədir. Mən indi buradan bir gəlməliyəm üfüqi şaqili söhbəti ki, x ilə y-i təyin edeyim. Bax, belə. Onda bura nə oldu? Beta. Onda bura nə oldu? Alfa. Tangents alfa necə tapılır? Qarşıdakı katetin hipotenüsə nisbət. Yəni bura 2, nə bilim, nə deyək? S deyək, 2n deyək. Bura nədir? 5n'dir. Onda burada 29'dur kökün altında. Hardan tapırıq? R kvadrat. Hadi n'in 1 olduğu görünür də. Deməli, n'ə 1 verəndə x olur 2, y olur -5. İndi A plus B cəmini tapın. Çünki o 4-cü rübdədir. Pifagora hesablayın. 4n kvadrat, 25n kvadrat, 29n kvadrat. Orada da x müsbət olduğuna görə müsbətini götürür. Anladınız mı? Bəs yaxşı. Bu bayaqki dediyim üsulla necə yazmaq olar? Bayaqki dediyim üsulla belə eləyərəm. Bunun tənliyini quraram. Və gətirərəm buraya yazaram. Və görə alınacaq mı? Sonra buradan seni tapacağım ha. İndi bax, burada məntiq nədir? Koordinat başlanğıcından bura qədər məsafə köşaltı 29'dur. Bəs yaxşı o 0,0'ı qoysaq bura. S böl, modul S yazıram, böl, kök altında A kvadrat plus B kvadrat. Bərabərdir edək köşaltı 29'dur. Bax, bu düsturu yazdım. Koordinat başlanğıcından. Onda modul S olur 1. Modul S 1 olanda bu S'də nə idi? Y-i kəsən nöqtə idi. Baxaq burada. Seni biz necə ötmüşdük? Burada ötmüşdük. Düzdür? Bura 5s'dir ha. Yaxşı, 5'ə bölərik. İndi seni 1 götürsək, buradan 5 y-imiz bərabərdir 2x plus s'dir. S mənfidir. Deməli, seni -1 götürməliyəm. Onda y bərabər olur 2 bölünsün 5x minus 1 böl 5. Həmin düz xəttin tənliyini qurdum. Çünki aşağıda kəsir. Yazıca salın. O y oxun kəsməsi üçün x-ə nə verirdik? 0. Mən həmin toxunanın tənliyini yazmışam. Yaxşı, bəs onu istəmir məndən. Məndən istədiyi nədir? Məndən istədiyi toxunduğu nöqtənin koordinatlarıdır. Yəni x, y-dir.
Bəs o cümlə nə deməkdir? Yazacaqsan mənə. Topluda da var. Bu çevrə buna toxunur. Onda nə edərdiniz? Sistem həll eləyərdiniz. Toxunma, kəsişmə nə deməkdir? Sistem həll etmək. Sistem həll eləyin, x, y-i tapın. Təbii ki, birinci üsul hamısından qəşəng üsuldur. Anladıq mı birinci üsulu? Sol daha aydın oldu. Təbii ki. 3 dənə üsul sizə bu günləri buna aid dedim. Çox sağ olun. Yəni, videoya baxmayla deyil, evdə qeydlər aparın ki, gözəl öyrənin, o mənada deyirəm.